Salam olsun hidayətə tabi olanlara. Əziz insanlar, Allahı əziz bilənlər, əziz Allahı uca tutanlar, Allahı sevib, inşallah qarşılıqlıdır demirəm. Amma yəni demək istəyirəm, bizi sevəni biz niyə sevməyək ki? Allah bizi sevib yaradır. Biz də düzünü danışaq, Allahımız bizdən nə istəyir ki? İstəyir yaxşı olaq da. Mən də bir dənə söz deyim, düzünü danışmağa qalanda. Mövlanə deyirik. Mövlanə dedi, çəkirlər. Papaqlı kişidir, nədir, belə ki, mahnı oxuyur, yuxalı kimi fırlanan yerdə. Yaxud kimisə şəklini qoyurlar. Mövlanə bu sözü dedi, bir müdrik bir söz yazırlar. Allahımız buyurur ki, Mövla tək Allahdır. Allahımız buyurur ki, sizin Mövlanız Allahdır. Bəs belə olur. Semişkən nədir? Mən Semişkən nədir deyir sana? İndi bax, doymadım da video çəkməkdən. Az danış, tezdir. Ay mələk, bu Mövlamız Allahdır, düzdür. Mövlanə, nə bilim. Məsəl üçün, qız adı, oğlanın adına bir ə hərfi artırında qız adı qoyulur. Bu nə xoq adı çıxarlar, Mövlanə. Olmazdır, hayır. Mövla Allahdır. Mövlanəni də yozurlar, eşət necə girməyi, yəni bu mövcülələr qarşı durur, yəni Allah nəysə o sənin işini deyir sonra. Yəni özlərindən nəsə belə toxuyurlar, düzəldirlər ki, sən soruşmuşsan ki, ilahiyyətsindən, nə soruşmuşsan, Mövlanə nədir? O da nəsə quraşdırıb deyib, eşət necəsən yox. Mövla Allahdır. Mövlanə nədir? Olmaz, o bildiyi olmaz. Birlikdə söndür. Amin. İnşallah söndürün. Sağ olun. Amin.